Salam əziz dostlar və dəyərli izləyicilər. Yeni videoda hər birini salamlayıram və sizin yenidən Novruz bayramınızı təbrik edirəm. Və sizlər üçün çox maraqlı bir video çəkirəm. Bu videoda mən xaricdə könüllü proqramları tapa biləcəyiniz ödənişsiz əsasən proqramları sizə təqdim edəcəm. Düzdür, bəzi hallarda burada ödənişlər də olur. Məsələn, könüllü proqramları ikiyə bölünür deyərdim. Sırf ödənişsiz proqramlar var ki, bütün xərclərinizi öncədən qarşılayırlar. Bəzi proqramlarda isə bu belə deyil. Siz ödənişi özünüz çəkirsiniz. Axırda isə onlar sizin ödənişinizi ödəyirlər. Bu proqramları hansı saytdan tapa bilərsiniz? İndi hal-hazırda mən sizlərə bunu təqdim edəcəm. Videonu axıra qədər izləyin, baxın. Məsələn, burada proqramın adını indi ekranda görəcəksiniz, saytın adını. Məsələn, mən Rumuniyada olan bir proqram haqqında sizə məlumat verirəm. Burada apply now hissəsidir. Burada isə qiymətlər, burada qiymətin olmadığını göstərir və nələrlə sizə təmin edir. O haqda məlumatlar var. Daxil olacaqsınız. Məsələn, apply now üzərinə vurursunuz. Burada application yükləmə hissəsi var. Application yükləyirsiniz və başlayırsınız necə deyirlər ondan istifadə etməyə. Saytda bir çox hissələr var ki, hansı ki onlardan da istifadə edib yararlana bilərsiniz. Çox sağ olun.